Bugünlerde Sumqayıtda baş verən alma siyasətindən danışmaq istəyirəm. Bütün ölkəni gündəminə çevrildi. Akı, baxanda televiziya jurnalistləri, televiziyalar, blogerlər, tiktokerlər, youtuberlər, hətta politoloqlar, tənqidçilər, bəzən də görsən şairlər, yazıçılar da bu işə müdaxilə elədilər. Sanki böyük bir cinayət hadisəsi törənib. Hansısa Sumqayıt İcra Hakimiyyətinin nümayəndəsi gəlib küçələri təmizləyərkən bir adamın alma yeşiyini müsadirə edib. Ölkənin gündəminə bax. Yazıq sevindiyinə almanı özü kişi aparıb qoyur maşına ki, təki bu bir 5-3 kilo alma ilə canım qutarsın. Ölkə qarışdı bir-birinə, hamı deyirlər ki, yox, nə danırsan, qanunsuzdur, bu adam qanun çərçivəsində, qanunumuz da bilirsən necə humanist qanunlarımız var. İndi küçədə ticarət elədiyinə görə, küçəni məsələn də gedişatı bağladığına görə bir 80-100 manat cərimə eləyərlər və ondan sonra siz də sakitləşər. Qanun çərçivəsi salanda bax belə olur. Bəzən də insanlar mövzu qıtdığından demirəm, yazıçılar var. Kişi işi gücü qutarıb adamın dünyada nələr baş verir. Biz hələ küçədə alma ticarətindən danışırıq. Güya kiminsə hüququ pozulub. Dünyada nələr baş verir, dünyada nələr baş verir, bizim ölkədə nələr olmalıdır, nələr ola bilər, amma biz hansısa almadan danışırıq. Cəmsi maya dəyəri 5-6 manatdır onun. Yəni ölkənin gündəminə bax, 5-6 manatlıq maya dəyəri, güya kişinin hüquqları pozulur. Kişi hüquqları pozulmuş adam aparıb almanın fəxrlə qoyur maşına ki, tək ki 5-6 manatlıq problem həll olunsun. İndi qanuna salanda o 5-6 manat olmur. O olur bir neçə 100 manat. Bax, biz qanunu tərəfə salanda humanist qanunlarımız bax belə işləyəcək. Ölkənin gündəminə bax. Mən də gündəm üçün elədim. Ha, fikirləşməyin ki, mən də çox belə dərindən düşünən, fikirləşən adamım. Yox, gündəm üçün eləyirəm mən də. Reyting bax budur. Ölkənin televiziyası gəlib qarışır. Ölkənin yazıcısı qarışır işə. Özə kəramət böyükdür. Hələ mən o tənqidçiləri, jurnalistləri, siyasətçiləri demirəm.